Azərbaycanda dövlət büdcəsinə il ərzində düzəlişlərin edilməsi artıq ənənəvi hal alıb və xüsusilə may və iyun ayları bu baxımdan daha aktiv dövr sayılır. İqtisadi proseslərə uyğun olaraq hökumət büdcəyə yenidən baxır və zəruri hallarda əlavə və dəyişikliklər edir. Gözləntilərə görə bu ildə büdcəyə düzəlişləri nəzərdə tutan qanun layihəsi may ayının sonuna yaxın və ya iyun ayının əvvəllərində parlamentə təqdim oluna bilər. Bu isə o deməkdir ki, yaxın aylarda iqtisadi və sosial sahədə müəyyən yeniliklərin şahidi ola bilərik. İqtisadçıların fikrincə bu dəyişikliklər yalnız texniki xarakter daşımır. Eyni zamanda əhalinin sosial rifahına birbaşa təsir edən qərarları da əhatə edə bilər. Xüsusilə sosial xərclərin artırılması məsələsi gündəmdədir. Bu xərclərə müxtəlif sosial müavinətlər, əmək haqları və pensiyalar daxildir. Belə artımlar əhalinin gündəlik həyatına müsbət təsir göstərə bilər və alıcılıq qabiliyyətinin yüksəlməsinə səbəb ola bilər. Mütəxəssislər qeyd edir ki, əvvəlki illərdə minimum əmək haqqının hər il artırılması ilə bağlı təkliflər səsləndirilmişdi. Lakin bu il hələlik belə bir artım həyata keçirilməyib. Bu səbəbdən də yaxın dövrdə minimum əmək haqqının və minimum pensiyanın artırılması istiqamətində qanunvericilik təşəbbüslərinin irəli sürülməsi ehtimalı yüksək qiymətləndirilir. Gözləntilərə əsasən bu artım təxminən 10%-dən 15%-ə qədər ola bilər. Bu isə xüsusilə aşağı gəlirli əhali qrupları üçün mühüm dəstək deməkdir. Digər mühüm məqam isə dövlət büdcəsinin formalaşmasında əsas rol oynayan enerji sektorudur. Məlum olduğu kimi, Azərbaycan iqtisadiyyatında neft gəlirləri hələ də böyük paya malikdir. 2026-cı il dövlət büdcəsində neftin bir barelinin qiyməti $65 səviyyəsində nəzərdə tutulub. Lakin hazırki bazar vəziyyətinə baxdıqda, Azərbaycan neftinin qiyməti $100-dan da yuxarı səviyyədə qərarlaşıb. Bu fərq dövlət büdcəsinə əlavə gəlirlərin daxil olmasına imkan yaradır. Əlavə gəlirlər isə hökumətə daha geniş maliyyə imkanları verir. Bu vəsaitlər sosial layihələrin maliyyələşdirilməsinə, infrastrukturun inkişafına və əhalinin rifahının artırılmasına yönəldilə bilər. Eyni zamanda dövlətin ehtiyat fondlarının artırılması və gələcək iqtisadi risklərə qarşı daha dayanıqlı sistemin qurulması baxımından da bu gəlirlər mühüm əhəmiyyət daşıyır. Ümumilikdə, qarşıdakı dövrdə büdcəyə ediləcək dəyişikliklər ölkə iqtisadiyyatının cari vəziyyətinə uyğun olaraq formalaşacaq. Ümumilikdə, qarşıdakı dövrdə büdcəyə ediləcək dəyişikliklər ölkə iqtisadiyyatının cari vəziyyətinə uyğun olaraq formalaşacaq. Əgər neft qiymətləri yüksək səviyyədə qalmağa davam edərsə, bu, sosial sahədə daha ciddi artımların baş verməsinə şərait yarada bilər. İnsanlar üçün isə ən vacib məsələ əmək haqlarının, pensiyaların və digər gəlirlərin artmasıdır. Bu artımlar həyat səviyyəsinin yaxşılaşmasına və iqtisadi sabitliyin möhkəmlənməsinə xidmət edir. Beləliklə, may və iyun ayları Azərbaycan iqtisadiyyatı üçün mühüm qərarların qəbul ediləcəyi dövr kimi diqqət mərkəzində qalır. Büdcəyə ediləcək düzəlişlər yalnız rəqəmlərin dəyişməsi deyil, həm də insanların gündəlik həyatına təsir edən real addımlar deməkdir. Buna görə də bu proseslər həm mütəxəssislər, həm də geniş ictimaiyyət tərəfindən diqqətlə izlənilir.